Bu günlərdə beynəlxalq xəbər lentlərinə düşən bir kadr müasir dünyanın ən dərin mənəvi və sosial ziddiyyətini bütün çılpaqlığı ilə yenidən üzə çıxardı. Mərakeş sahillərindən 50-60 minə yaxın müsəlman gənc həyatlarını açıq dənizin mərhəmətinə tapşıraraq İspaniyaya, yəni illərlə kürsülərdən dəyərsiz, çökmüş, əxlaqsız və kafir elan etdikləri Avropaya adlamaq üçün sərhədlərə axın etdi. Bu, sadəcə coğrafi bir miqrasiya və ya iqtisadi çətinliklərdən qaçış deyil. Bu, müasir İslam dünyasının öz-özü ilə yaşadığı böyük sivilizasiya məğlubiyyətinin və dərin psixoloji fəlakətinin canlı sübutudur. Burada insanı heyrətə gətirən əsas məqam materialist ehtiyaclar deyil, ideoloji ironiyadır. Cümə moizələrində Avropa sivilizasiyasının mənəviyyatsızlığından gileylənən, qərb dəyərlərini məhvə məhkum sayan, öz dini və ictimai sistemini isə kamil və yeganə haqq yolu hesab edən kütlələr həlledici seçim məqamı gələndə öz bəyan etdikləri prinsipləri deyil, ayaqlarını izləyirlər. İnsanlar kollektiv şəkildə öz qurduqları, öz dünya görüşlərinin hakim olduğu cənnətdən qaçır, lənətlədikləri sistemlərin yaratdığı rifaha, ədalətə pənah aparırlar. Niyə bir bəndə öz dindar qardaşları olan İraqa, İrana, Səudiyyə Ərəbistanına və ya Pakistana deyil, kafir hesab etdiyi xristiyan kökənli sekulyar Avropa cəmiyyətlərinə üz tutur? Bu fenomen sosial psixologiyada idrak uyğunsuzluğu adlanan dərin ruhi parçalanmanın bariz nümunəsidir. Şərq insanının şuurüstü səviyyədə müdafiə etdiyi ideologiya ilə şuuraltı səviyyədə arzuladığı həyat modeli arasında uçurum var. Şuurlu dildə təkrarlanan biz mənəviyyatca üstünük iddiası şuuraltı səviyyədə orada insan kimi yaşamaq mümkündür həqiqətinə uduzur. İnsanın ən təməl instinkti təhlükəsizlik, ədalət və rifah axtarışı bütün müqəddəsləşdirilmiş ideoloji zirehləri dəlib keçir. Buradakı dramatik həqiqət ondan ibarətdir ki, İslam coğrafiyası əsrlərdir öz daxili ehkamları, qadağaları və rasionalizmdən imtinası ilə öz cəhənnəmini inşa edir. Lakin bu cəhənnəmin memarları və sakinləri öz səhvləri ilə üzləşmək, sistemlərini sorğulamaq və yenidən qurmaq yerinə başqalarının azad düşüncə, elmi inqilablar və hüquq vasitəsilə qurduğu dünyəvi cənnətlərə sığınmağı üstün tuturlar. Və ən acınacaqlısı odur ki, Avropa sərhədlərini keçən kimi həmin sığınacaq verən cəmiyyəti yenidən öz köhnə doqmaları ilə mühakimə etməyə, onu əxlaqsız adlandırmağa davam edirlər. Bu, sadəcə bir miqrasiya böhranı deyil, öz cəmiyyətində azadlıq və hüquq istehsal edə bilməyənlərin başqasının azadlığının bəhrəsindən istifadə etmək dramıdır. Əksər insanlar bu geriliyin, problemlərin İslam dini ilə heç bir əlaqəsi olmadığını deyir. Bəs bu doğrudan da belədirmi? Gəlin aydınlaşdıraq. Yəqin ki, xarici telekanallarda tez-tez rast gəlinən zarafat şoularını görmüsünüz. Gölə topu düşən uşağa kömək etmək üçün anidən İsa Peyğəmbər obrazında bir aktyor peyda olur. Suyun üstü ilə yeriyərək topu götürür və uşağa verir. Kameralar üzə çıxanda isə kənardakı insanlar buna sadəcə zarafat kimi baxıb birlikdə gülürlər. Həmin gülən adamların bəziləri həftə sonu kilsəyə gedib dualarını edən mömin xristianlardır. Onlar müqəddəs saydıqları fiqurun yumor obyekti olmasını inancına təhqir deyil, sadəcə insan təxəyyülünün və satiranın bir parçası kimi qəbul edirlər. İslam dünyasında isə belə bir mənzərəni təsəvvür etmək belə fəlakət deməkdir. Şərqdə hər şey o qədər toxunulmaz, o qədər ifrat dərəcədə müqəddəsləşdirilib ki, sistemin ən bariz, ən çılpaq səhvlərini sorğulamaq intiharla bərabər tutulur. Quran mətnlərindəki tarixi ziddiyyətləri, ibtidai icma dövrünə aid adətləri, müharibədə qadınların seks köləsi kimi mənimsənilməsinə icazə verilməsini, köləlik institutunun ləğv edilməməsini və ya Peyğəmbərin öz oğulluğunun keçmiş həyat yoldaşı ilə evlənməsi kimi tarixi faktları adicə tənqidi süzgəcdən keçirmək istədikdə, cəmiyyət dərhal kollektiv hücum rejiminə keçir. Bu refleks sosial psixologiyada kütlələr psixologiyası nəzəriyyəsində təsvir edilən kör-körənə fanatizmin bariz göstəricisidir. Məsələnin ən ironik və dəhşətli tərəfi odur ki, bu tənqidçilərə sivilizasiya adından hücum edən, onları mürtəd elan edən kütlənin bəlkə də 90%-i heç vaxt Quranı öz dilində açaraq başdan ayağa oxumayıb. Onlar oxumadıqları, anlamadıqları, sadəcə ənənəvi olaraq müqəddəs elan edilən bir mətni həyatları bahasına müdafiə edirlər. Çünki şərq insanı üçün din elmi dərk etmə obyekti deyil, psixoloji sığınacaq və toxunulmaz kimlik zirihidir. Avropa bu intellektual azadlığı göydən tapmayıb.
O, 17-18-ci əsrlərdə Spinoza, Voltaire və Diderot kimi mütəfəkkirlərin sayəsində müqəddəs mətni tarixi tənqidə cəlb edərək qazandı. Kilsənin Yan Qus kimi alimləri tonqalda yandırdığı dövrlər arxada qaldı. Ziddiyyətlər sorğulandı və nəticədə insan ağlı doqmanın üzərində qələbə çaldı. İslam dünyasında isə sərbəst düşüncənin qapısı əsrlər öncə bağlandı. Tənqidin öldüyü yer bəşəriyyətin gerilədiyi yerdir. Məsələnin İslamda deyil, sadəcə yanlış tətbiqdə olduğunu iddia edənlər anlamalıdırlar ki, sorğulanması qadağan edilən, müqəddəslik zirehinə bürünən hər bir ideologiya mütləq şəkildə fərdi azadlığı və inkişafı boğan bir zindana çevrilməyə məhkumdur. Milli kimlik konsepsiyası bütün dünyada yalnız 19-cu əsrin ortalarından etibarən oturuşmağa başladı. Bəşəriyyətin son 2000 ilə yaxın tarixi dövründə isə cəmiyyətlərin gündəlik ictimai həyatını, əxlaq qaydalarını, təhsil sistemini, ailə institutlarını və ticarət münasibətlərini birbaşa dinlər formalaşdırırdı. Bu baxımdan xristian və İslam dünyalarının bu gün yaşadığı sivilizasiya fərqini anlamaq üçün tarixin dönüş nöqtələrinə baxmaq vacibdir. Tarixən hər iki sivilizasiya feodal və dini hegemonluq dövrünü yaşayıb. Lakin Avropa qaranlıq əsrlərdən çıxış yolunu kilsənin siyasi, iqtisadi və elmi səlahiyyətlərini məhdudlaşdırmaqda tapdı. İntibah dövrü ilə başlayan bu proses 17-ci əsr elmi inqilabı və 18-ci əsr aydınlanması ilə pik nöqtəsinə çatdı. Xristian cəmiyyətlərində təhsil kilsənin inhisarından çıxarılaraq dünyəviləşdirildi. Azad bazar və xüsusi mülkiyyət institutları hüquqi zəmanət yaratdı. Ən əsası, fərdi azadlıq və sorğulama mədəniyyəti insanları dövlət və cəmiyyət qarşısında məsuliyyətli, fəal vətəndaşlara çevirdi. İslam coğrafiyasında isə mənzərə tamamilə fərqli istiqamətdə inkişaf etdi. Hərçənd ki 9-11-ci əsrlər arasında İbn Sina, İbn Rüşd, Əl-Fərabi kimi mütəfəkkirlər antik Yunan fəlsəfəsini şərhlərlə zənginləşdirmişdilər. Bu intellektual alov davamlı olmadı. 11-ci əsrdən etibarən xüsusilə Əl-Qəzalinin rasional fəlsəfəyə gətirdiyi hücumlar və fatalist teologiyanın hakim mövqeyə keçməsi ilə şərqdə azad fikrin və elmi eksperimentin qapıları böyük ölçüdə bağlandı. O dövrdən bəri İslam dünyasında təhsil müəssisələri, mədrəsələr yalnız dini ehkamların təkrarı və hafizəyə əsaslanan sistem üzərində quruldu. Əsrlər boyu heç bir məscid minbərindən Sokratın, Platonun, Aristotelin fəlsəfəsi, elmi metodologiya yaxud cəmiyyətin nədə səhv etdiyi barədə analitik moizələr eşidilmədi. İnstitusional olaraq özünü yeniləyə bilməyən, hüquqi və təhsili yalnız 7-ci əsr ərəb cəmiyyətinin mətnlərinə həbs edən bir sistem, Qərbin universitetlər, elmi akademiyalar və müstəqil məhkəmələrin formalaşdırdığı bir dövrdə geridə qalmağa məhkum idi. Bu, təsadüfi bir geriləmə deyil, rasionalizmdən imtina edən düşüncə sisteminin qaçılmaz tarixi nəticəsi idi. Qərb və şərq insanının gündəlik həyatındakı ən fundamental fərq dinin fərdi sahə ilə ictimai hüquqi sahə arasındakı sərhədlərində ortaya çıxır. Modern Avropada xristian kökənli bir vətəndaş istəyəndə spirtli içkisini içir, donuz əti yeyir, istədiyi kimi yaşayır. Həftə sonu kilsəyə gedib duasını edir, ibadətini bitirib gündəlik həyatına qayıdır. Əsas məsələ odur ki, bu insanın mənəviyyatı başqasının hüququna təcavüz etməmək, dövlət qanunlarına əməl etmək və fərdi məsuliyyət şuuru üzərində bərqərar olur. Dini inanc onun şəxsi seçimidir, bütün cəmiyyətə sırıdığı məcburi yaşam modeli deyil. İslam teologiyası və hüquq sistemi isə insanın sadəcə ruhani dünyasını deyil, onun həyatının ən xırda, ən kapilyar detallarını belə inhisara almaq iddiasındadır. Bu fəlsəfə insanın hansı ayağı ilə tualetə girməsindən tutmuş, necə çinməyinə, arvadı və uşağı ilə necə rəftar etməyinə, nəyi yeyib, nəyi geyinməyinə, hətta yuxudan necə oyanmağına qədər hər şeyə müdaxilə edir. Fransız filosofu Michel Foucault'un biotexnologiya və biohakimiyyət adlandırdığı bu total nəzarət mexanizmi insanın bədənini və gündəlik vərdişlərini mütləq itaət altında saxlamaq məqsədi güdür. Hər addımın savab və ya günah, halal və ya haram kateqoriyasına bölündüyü bir sistemdə insanın fərdi mühakimə qabiliyyəti sıradan çıxır. İnsan öz vicdanı və rasional şüuru ilə deyil, cəza və cəhənnəm qorxusu ilə hərəkət edən bir varlığa çevrilir
Və ən acınacaqlısı odur ki, bu kapilyar müqəddəslik sistemi insanın xarici davranışlarına, saqqalına, geyiminə, yeməyinə bu qədər nəzarət etdiyi halda onun daxili hüquq şüurunu və ictimai məsuliyyətini formalaşdıra bilmir. Nəticədə ironik bir mənzərə yaranır. Bütün addımları dini qaydalarla çərçivələnmiş cəmiyyətlərdə rüşvətxorluq, yalan, insan hüquqlarının tapdalanması, qadına şiddət və ictimai riyakarlıq tüğyan edir. Çünki sistem insana düzgün, məsuliyyətli və azad vətəndaş olmaq tərbiyəsini deyil, doqmalara kör-körənə itaət etmək vərdişini aşılayır. Hər addımının sorğulanması qadağan olunan insan fərdləşə bilmir. Fərdləşə bilməyən cəmiyyətlər isə azadlıq, elmi tərəqqi və rifah istehsal edə bilməz. İslam dünyasının öz struktur problemləri ilə üzləşməsinə mane olan ən böyük intellektual bəla kollektiv qurban psixologiyasıdır. Şərq fəlsəfəsi və siyasi diskursu əsrlərdir öz uğursuzluqlarını, cəhalətini və geriliyinin səbəbini öz daxilində, öz doqmalarında, təhsil sistemində və hüquqsuzluğunda axtarmaq yerinə həmişə xarici düşmənlərin, imperialist güclərin və sionist qəsdlərin üzərinə yıxır. Bu zehniyyət sosial psixologiyadan nəzarət məkanı nəzəriyyəsi ilə mükəmməl izah olunur. Daxili nəzarət məkanına sahib olan fərdlər və cəmiyyətlər başlarına gələn hadisələrin məsuliyyətini öz üzərinə götürür, səhvlərini təhlil edir və inkişaf edirlər. Xarici nəzarət məkanına həbs olunanlar isə taleylərini kənar qüvvələrinin idarə etdiyinə inanır və tam bir acizlik, öyrənilmiş çarəsizlik sindromuna yuvarlanırlar. Hər addımda xarici qara qüvvələr bizi məhv etmək istəyir deyən düşüncə sisteminə sadə və sarsıdıcı bir neçə tarixi nümunə ilə cavab vermək lazımdır. Yaponiya 1945-ci ildə 2 şəhərinə atom bombası atıldı. Ölkə tamamilə yerlə yeksan edildi. Lakin Yaponlar imperialistlər bizi məhv etdi deyib ağlamaq yerinə elmi, texnologiyanı və intizamlı təhsil sistemini seçərək bir neçə 10 illikdə dünyanın ən nəhəng iqtisadiyyatlarından birini qurdular. Cənubi Koreya 1950-ci illərdə dəhşətli və dağıdıcı vətəndaş müharibəsindən çıxdı. Heç bir təbii sərvəti yox idi. Bugün insan kapitalı, texnologiya və azad cəmiyyəti ilə dünya liderləri sırasındadır. Singapur 1965-ci ildə Malayziyadan zorla çıxarılanda şirin suyu belə yox idi. Bugün dünyanın ən təmiz, ən təhlükəsiz və iqtisadi cəhətdən ən inkişaf etmiş mərkəzlərindən biridir. Maraqlıdır, nə üçün bu amansız xarici qara qüvvələr nə dinsiz imansız Yaponiyaya, nə Koreyaya, nə Singapura mane ola bildi. Amma bütün resurslarını, ordularını və məxfi təşkilatlarını səfərbər edib, sırf Əfqanistanı, Suriyanı, İraqı və digər İslam cəmiyyətlərini korlamağa çalışdı. Lap tutaq ki, bu iddia doğrudur və xarici güclər həqiqətən də İslam dünyasını çökdürmək istəyir. Bəs onda sual olunur, müsəlman cəmiyyətləri niyə daha təhsilli, daha elmli, daha rasional və sivil sistemlər qurub bu düşmənlərə qalib gəlmir? Niyə cavab elmlə, texnologiya ilə, insan hüquqları ilə deyil, yalnız nifrət ritorikası və qərbə miqrasiya etmək arzusu ilə verilir? Həqiqət budur ki, xarici qara qüvvələr mifi İslam dünyasının öz daxili çürüməsini gizlətmək üçün istifadə etdiyi bir ideoloji maskadır. Məsuliyyəti kənara atmaq rahatdır. Çünki bu, öz səhvlərinlə üzləşmək və 1000 illik ehkamları sorğulamaq kimi ağır intellektual yükdən insanı azad edir. Lakin bu yalanla yaşamaq cəmiyyəti sağaltmır, tənəzzülü daha da dərinləşdirir. İllərdir din xadimlərinin, siyasi natiqlərin və dogmatik kütlələrin bəslədiyi o böyük illüziya Avropa çökməkdədir, mənəviyyatsızdır, biz isə haqq yolundayıq nağılı modern dünyada artıq tamamilə darmadağın olmuşdur. Hər il minlərlə insanın Aralıq dənizinin soyuq sularında, səhra yollarında həyatını təhlükəyə ataraq o əxlaqsız Avropaya sığınmağa çalışması əslində bu illüziyanın məhkəməsiz, inkarsız və amansız hökmüdür. İnsanlar ideologiyaların yalanlarına inana bilərlər, amma öz həyat reallıqlarına yalan sata bilməzlər. Azadlıq, hüquqi təminat, layiqli yaşam, elmi və texnoloji rifah yalnız və yalnız düşüncənin müqəddəslik zirehindən azad edildiyi, sorğulamanın fəzilət sayıldığı, dövlətin və hüququn dinin cəngindən çıxarıldığı sekulyar zəmində çiçəklənə bilər. Avropanın gücü onun dinində deyil, dini şəxsi həyata sıxışdırıb ictimai sahəni ağıl, elmi metod və insan hüquqları üzərində qurmasındadır.
öz ölkəsində qadının geyimini, azad düşüncəni, incəsənəti, zarafatı və dini tənqidi fəlakət elan edənlər başqalarının azadlıq hesabına yaratdığı rifahı istehlak etməyə can atarkən böyük bir ideoloji iflasa imza atırlar. Bu sadəcə iqtisadi bir gerilik deyil, bu insan şüurunun doğmalara həbs edilməsi nəticəsində yaşanan ruhi, sosial və intellektual fəlakətdir. Məsələnin İslamla heç bir əlaqəsi yoxdur deyib məsuliyyətdən qaçmaq, xərçəng xəstəsinə soyuq dəymə diaqnozu qoymaq qədər absurd və təhlükəlidir. Sorğulamanın qadağan edildiyi, keçmişin ibtidai qaydalarının dəyişməz müqəddəs həqiqət kimi təqdim olunduğu, özünü tənqid etmək yerinə həmişə xarici düşmən axtaran heç bir cəmiyyət inkişaf edə bilməz. İslam dünyası öz daxili cəhənnəmi ilə üzləşmədikcə, öz ehkamlarını tarixi və analitik tənqid süzgəcindən keçirmədikcə, başqalarının qurduğu dünyəvi sığınacaqların qapısında fəlakət qurbanı olaraq qalmağa məhkumdur. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.